Avropada birləşdirərək özümüzə maşın alırıq. Bölüm 21. Bu bölüm etibarı ilə 3-cü iş həftəsinin sonuna gəlirik. Bu bölümdə digər bölümlərdə olduğu kimi tam ekonomik formada həftə sonu istirahətimizi eləyəcəyik. Hal-hazırda Avropanın bir meşələrinin birindəyik. Böyle gördüyünüz kimi yaşıllıq, güllük, çəmənlik bir mənzərə. Gəlmişik bu təbiət mənzərəsində şokoladla çay içməyə. Avropada bu yaşıllığın, yəni qorumaları mənim çox ləzzət eləyir, düzdür. Yəni əhalinin 100% qorumasa belə 95% qoruyur. Yəni ətraf tam təmizdir demək olar. Yəni tək zirzibil yerdə taparıq. O da ki, yəni bir o qədər də əhəmiyyətli deyil. İş yorğunluğumuzu, bir neçə günlük həftə içi iş yorğunluğumuzu bir neçə dəqiqə burada oturaraq, istirahət eləyərək çıxardacağıq. Bu bölümdən də bu qədər. Özünüzdə müğayyət ən qısa zamanda görüşərik. Hələlik.